hörmətli dostlar. Bu günlər sizinlə Hekayə 17 nə istəyirsən et hədisini danışacağım. Bildiyiniz üzrə mən bir neçə vaxtdır ki, hədis videosu və ya normal əyləncəli video paylaşmıram. Bunun nədəni isə bizim indi internetimiz yox idi. Ona görə paket internetlərdən alıb işlədirdik. Amma bir yoldan da planşetim ancaq öz-özünə sönürdü. Ona görə planşetimi də yaxşı işlədəmirdim. Amma indi hər ikisi də həll olundu. Planşetimi təzələmişik və internet çəkdirmişik. Ona görə də rahatca sizin üçün video paylaşa bilərəm. Sizi hədis danışa bilərəm. Gəlin başlayaq. Nə istəyirsən et. Tənəffüs zamanı 50 dostları ilə məktəbin həyətində bağçada oynayırdı. Digər sinifdən olan bir şagird bağçanın həyətində gəlib gedən uşaqları ayağı ilə badalaq vurub yıxıltmaya çalışırdı. Bunu görən Əli onu bu əməldən çəkindirmək istədi. Əlinin ona tərəf gəldiyini görən uşaq qaçmaq istəyəndə ayağı daşa ilişib yıxıldı. Əli qaçaraq ona kömək üçün gəldi. Əllərini uzadıb dedi: "Mənim adım Əlidir. Bayaqdan kənarda dayanıb səni seyr edirəm. İndi sənə deyəcəyim bu sözlər diqqətlə dinlə. Cəbrail adlı mələk Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin yanına gəlib demişdir: Ey Muhammed, necə istəyirsən yaşa, onsuz da öləcəksən. Kimi istəyirsən sev, onsuz da ondan ayrılacaqsan. Nə istəyirsən et, onsuz da onun əvəzini alacaqsan. Hədisdə deyildiyi kimi, etdiyinin də əvəzini gördün. Xoşlanmadığın və ya öz başına gəlməsini istəmədiyin bir əməli başqalarına qarşı etmə." Bəli dostlar, burada deyir ki, hədisimiz belədir. Ey Muhammed, necə istəyirsən yaşa, onsuz da öləcəksən. Kim istəyirsən sev, onsuz da ondan ayrılacaqsan. Nə istəyirsən et, onsuz da onun əvəzini alacaqsan. Bugünkü hədisimiz belə idi dostlar. Gələn hədisdə görüşənədək. Sağ olun, sağ salamat qalın.